Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. İki Sahil İnternet Televiziyasının efirində xoş gördük hər birinizi. Efirdə bizimlə həmsöhbət verilişidir. Bildiyimiz kimi 10 may Azərbaycanın qurucusu və memarı bütün fəaliyyətini xalqına və dövlətinə həsr etmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Ümumilli liderin ziyalılarla münasibəti təkcə dövlət rəhbəri və vətəndaş müstəvisində deyil, həm də sənətə və elmə dərin bələd olan bir şəxsiyyətin yaradıcı insanlara qayğısı kimi xarakterizə olunur. Bu baxımdan bir çox tanınmış ziyalı və elm xadimi öz müsahibələrində dahi şəxsiyyətlə bağlı maraqlı və səmimi xatirələrini bölüşürlər. Verilişimizin bugünkü qonağı da həm peşəkar jurnalist, həm də Ulu Öndər Heydər Əliyev haqqında hazırlanan qiymətli materialların, əsasən də sənədli xronika, şəxsi xatirələr və publisistik yanaşmaların müəllifidir. Qonağımız əməkdar jurnalist Professor Etibar Babayevdir. Xoş gəlmisiniz Etibar müəllim. Xoş gününüz olsun. Etibar müəllim, Ulu Öndər Heydər Əliyev yaxından müşahidə etmiş bir jurnalist kimi onunla ilk görüşünüzü necə xatırlayırsınız? Ümumiyyətlə ilk təəssüratlarınızı bizimlə bölüşərdiniz. Böyük məmnuniyyətlə. Əvvəla deyim ki, bizim Ulu Öndər Heydər Əliyev dediyimiz şəxsiyyət o şəxsiyyətlərdəndir ki, dünya xalqlarının hər birində böyük şəxsiyyətlər olub, onların xatirəsi əziz tutulub. Amma bir də müstəsna xidməti olanlar, müstəsna keyfiyyətləri ilə fərqlənənlər də var ki, onlara doğum günü var. Amma ölüm tarixi yoxdur. Çünki dünyasını dəyişsələr də, onlar o gördükləri böyük əməllərlə, işıqlı fikirlərlə, bir şəxs olaraq öz şəxsi nümunəsi ilə bir xalqa, bəzən də elə bütün dünya xalqlarına böyük bir hədiyyə olaraq bir yol qoyurlar, işıq salırlar ki, o işıqda bir xalq yoluna davam edir. Şəxsən Azərbaycan tarixində mən elə bilirəm ki, bizim müasirimiz olan Heydər Əliyev bizdən sonra da uzun illər, əsrlər Azərbaycan tarixində böyük rəğbətlə, hər gələn nəsil tərəfindən böyük rəğbətlə xatırlanan bir insan kimi qalacaq. Çünki Azərbaycanın ən çətin, mürəkkəb günlərində, xalqımızın ən çətin və mürəkkəb günlərində, sıxıntılı günlərində bizi o ölkənin, torpaqların dağıldığı, daha çox bəlalara uğraya biləcəyi bir gündə xalqın istəyi ilə o hakimiyyətə gələndən sonra mən 1993-cü ili nəzərdə tuturam. Bilirsiniz ki, o Azərbaycana 1969-cu ildən rəhbərlik eləməyə başlayıb, amma bir müəyyən arada fasilə olub, ondan sonra 93-də də artıq müstəqil Azərbaycan dövlətinin rəhbəri olub, Azərbaycanın prezidenti olub və onun o dövrdəki xidməti bizim yeni bir tarixi səhifə yaradıb ki, o bizim bütün bugünkü uğurlarımızın da demək olar ki, təməlini təşkil edir. Ona görə mənim onu nə zaman görməyim, yəni bu böyük bir nəhəng bir şəxsiyyətin tanımazdan əvvəl elə 69-cu ildən olub. O vaxt biz tələbə idik, gənc idik və bir gün belə bir xəbər yayıldı ki, Azərbaycana rəhbərliyə, o vaxt Milli Təhlükəsizlik Komitəsi adlanırdı, onun rəhbəri işləmiş Heydər Əliyev başlayıb rəhbərliyə seçilib xalq tərəfindən, o deməli bir prosedurdur da, mən indi ondan danışmıram və birinci katib kimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyətə başlayıb. O illərdə bir möcüzə olmuşdu. Hər kəsin diqqətini çəkirdi ki, deyirlər ki, Heydər Əliyev şəhərdədir. Heydər Əliyev ora getdi, Heydər Əliyev bura getdi, bu küçədən keçdi, oradan bazardan keçdi. Yəni, cəmaət Heydər Əliyevi görməyə, onun da iş xüsusiyyəti əvvəlki vəzifəsi ilə idi ki, elə onun görünməyən tərəfin qəhrəmanları idi də, yəni elə çox da üzlərini görmürdülər, səslərini eşitmirdilər, onların öz fəaliyyəti vardı, öz rəhbərlik elədiyi də sahə vardı. Amma birdən indi bu yeri Azərbaycan paytaxtı Bakı şəhərində
çox tez-tez görüşür, müxtəlif yerlərdə kimlərlənsə danışır. O sadəliyi ilə fərqlənir, səmimiliyi ilə fərqlənir. Mən də onda tələbə idim. Bizim də aramızda, elə tələbələrin arasında artıq qiyabi olaraq onunla bir görüş vardı. Sonra Heydər Əliyevin böyüklüyü ondadır ki, o kütləvi informasiya vasitələrindən, xüsusən də televiziyadan çox böyük məharətlə istifadə edən bəlkə də ilk rəhbər idi. O bütün fəaliyyətini ictimailəşdirirdi. Ona çalışırdı. O bütün gördüyü işləri hər kəsə çatdırmaq istəyirdi. Niyyətini hər kəsə çatdırmaq istəyirdi. Azərbaycanı 15 respublika arasında fərqlənən bir mövqeyə, ucalığa qalxmaq üçün o yollar axtarırdı. Və burada da ən böyük onun silahdaşı kim ola bilərdi? Gənclər. Təsadüfi deyil ki, onun vaxtında Azərbaycanda olan ali təhsil müəssisələri ki, bilirsiniz, vardı. Onların sayı da artırdı. Amma bu bir məsələ də vardı ki, Azərbaycanda bu ixtisaslar üzrə o səviyyədə mütəxəssis hazırlayan ali təhsil ocaqları yox idi. Amma SSR məkanında var idi. Heydər Əliyev Azərbaycanda istedadlı gənclərin bir qismini də bu respublikalardakı aparıcı ali təhsil ocaqlarına yerləşdirməyə lazım bilirdi. Bu həm Azərbaycanı tanıtmaq idi, həm Azərbaycanlılara yüksək savad verib, savadlanıb, mütəxəssis kimi yerindən qayıdıb Azərbaycanda işləməsini düşünürdü. Və bəzilərində elə qaldığı yerlərdə Azərbaycanın bir parçası olacağına, indi biz deyirik diaspora, onların çoxu elə Azərbaycandan o zaman gedən gənclər idi. İnsanlar idi ki, oturuşdular və indi bütün o məkanda demək olar ki, hər yanda güclü Azərbaycan diasporası var. Yəni, bunun bu fikirləri artıq bizi, onu görmədən biz artıq onun əməllərini görürdük, onun haqqında düşünürdük, televiziya verişlərində, radioda, mətbuatda yazılarını oxuyurduq. Yəni, qiyabi tanışlıq belə olub. Amma xoşbaxtlıqdan mənim taleyimə elə bir ömür yazısı olub ki, mən ondan şəxsən də tanış olmuşam. Şəxsi tanışlığım olub, demək ki, 75-ci ildən sonra mən işləyirdim Azərbaycan Komsomolun Mərkəzi Komitəsində Təbliğat, Təşviqat və Mədəni Kütləvi İşlər Şöbəsinin müdiri idim. Və o zamana qədər də Azərbaycan televiziyası, radiosu ilə əməkdaşlıq elədiyim üçün televiziya verilişlərində də bəzilərinin aparıcısı, müəllifi kimi tanınmışdım ictimaiyyət arasında. Məni Mərkəzi Komitəyə, Mədəniyyət Şöbəsinə irəli çəkdilər. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Mədəniyyət Şöbəsinə. Niyə məni? Çünki o gənclər arasında gərək orada işləyən insanlar mədəniyyət xadimlərini tanıyaydı, mədəniyyətdən xəbərdar olaydı. Mən də deməli ki, elə bir ailədə böyümüşdüm ki, elə anadan gəlmə bu mühitdə böyümüşdüm. Rəssamlarla, bəstəkarlarla, yazıçılarla, bu memarlarla, yəni bu çox ailədən gəlmə bir yaxınlıq var idi. Bu mühitdə böyüdüyüm üçün və sonra bu mühitdə bir təhsil də aldığım üçün sənətşünaslıq üzrə deməli, sonralar elmlər namizədi olmuşam və bu sahədə də fəaliyyət göstərmişəm. Amma o çevrə ki, mənə tanış idi, yaxın idi. Demək ki, onlarla işləmək də, yəni, bilən adamların təmas qurması, partiyanın da, onun da, rəhbərliyin də o fikirlərini bu arada çatdıran insanlar lazım idi. O məni, deməli, bu vəzifəyə irəli çəkdilər. O zaman orada Mərkəzi Komitənin o bürosunda bu vəzifəyə təsdiq olmazdan öncə o hər işə götürülən insanla şəxsən özü görüşürdü, danışırdı. Deməli, bu da deməli 1978-79-cu illərdən mən danışıram. Və mən belə bir həyatım oldu ki, onun rəhbərliyi altında uzun müddət çalışdım. Və onunla çalışmaq, onu görmək, tanımaq tamam başqa bir hisdir, ali bir hisdir. Mən o barədə yazmışam da, danışmışam, elə görüşlərdə də, kitablarımda da bu xatirələrimdə var. Və bundan maraqlı tərəfi nədir? Hər dəfə onu yada salanda, hər dəfə təzə şeylər nəsə yada düşür. Yəni, bir ömür parçasında elə bir hadisələr olub ki, zaman keçdikcə o köhnəlmir. Yaddaşı biraz da təzəliyir. Və bəlkə də ha vaxtsa o qədər diqqətlə baxmadığın, eşitmədiyin, amma ürəyində, qəlbində, fikrində olub, yadda elə bir iz salıb ki, zaman keçdikcə onları elə bir cilalanır, təzdən yada düşür. Və sən bugünün gözü ilə
onları bir dənə xatırlayanda onların dəyəri daha da artır. Məsələn, mənim həyat yolumda baxıram, yəni indinin özündə də bəzən fikirləşirəm ki, bunu o necə deyərdi, necə bilərdi. Yəni o artıq qanımıza keçib. O nəslin tək mənim deyil, onunla işləyənlərin çoxunun. Və ona görə də mən elə bilirəm ki, bizim Azərbaycan xalqının indiki günündə də onun davamçısı, möhtərəm prezidentimizin o yolu, yəni Azərbaycanın işıqlı gələcəyinə gedən bir yoldur. Təbii burada yolda da əyləskik də olacaq, eniş yoxuş da olacaq. Amma əsas odur ki, bu yolun işıqlı gələcəyi görsənir. İstiqaməti düzdür. Heydər Əliyevin bir sözü vardı ki, mövqeyinizi bildirin. Bax, indi hər insan öz mövqeyini dövlətçilik baxımından, bir respublikanın, millətin maraqları baxımından o mövqeyi aydın olsa, məqsədimizə biz çatacağıq. Etibar müəllim, biz bildiyimiz kimi sizin Türkiyəli jurnalistlə bərabər, Seyfullah Türksoyla bərabər Xatirələr İşığında kitabınız işığınızı görüb, Türkiyədə işığınızı görüb. Bəli, ilk dəfə Türkiyədə. Bəli, sonra Türkiyənin digər şəhərlərində də bunun təqdimatı, kitabın təqdimatı keçirilib. Kütləvi informasiya vasitələrində Türkiyədə çox geniş işıqlandırılıb. Amma tək Türkiyə ilə məhdudlaşmayıb. Elə fikrimizi ona gətirmək istərdim ki, bu yaxınlarda Albaniyanın paytaxtı Tiranada Albaniyanın dövlət başçısı tərəfindən, yəni kitab təqdim olundu Leyla xanım Əliyevaya. Bu Arnavut dilinə tərcümə olunub səhv etmirəmsə. Bəli. Bu haqqda fikirlərinizi bölüşərdiniz. Böyük məmnuniyyətlə sizin adını çəkdiyiniz Seyfullah bəy, Seyfullah Türksoy. O da Azərbaycana ilk gələn türk jurnalistlərindəndir. Azərbaycan sevdalıdır, Azərbaycanın təbliğatçısıdır. Azərbaycanla bağlı çox onun yazıları var, xatirələri var. Və o cümlədən Heydər Əliyevlə görüşüb vaxtında, İlham Əliyevlə görüşüb, müsahibələr alıb. O yəni böyük bir Azərbaycan aşiqidir və mən uzun illərdən bəri dostumdur. Biz bu kitabı Türkiyədə nəşr etdik. Nə üçün Türkiyədə? Çünki Türkiyədə yeni nəsil yetişir, Türkiyədə deməli ki, təzə cavanlar yetişir. Biz istədik ki, biz öz xatirələrimizi paylaşmışıq. Mən də yəni beynəlxalq tədbirlərdə də, elmi konferanslarda da, mətbuatda da, istər burada, istər Türkiyədə, o cümlədən televiziya kanallarında, radioda biz bunu danışırıq. Amma istədik ki, bunu bir də geniş türk auditoriyasına və tək türk auditoriyasına deyil. İndi bizim möhtərəm prezidentimizin bir sözü var, deyir, bizim bir aləmiz var, o da türk dünyasıdır. Bax, elə onu da bayraq eləyib özümüzə, o İlham müəllimin dediyini bir həyata keçirmək məqsədi də bu kitabda nəzərə alınıb. Yəni, Türk Cumhuriyyətlərinin hamısında bu kitabın təqdimatı olub. Qırğızistanda da, Qazaxstanda, Özbəkistanda və özdə bu barədə də o adların sadaladığım o Türk Cumhuriyyətlərinin hamısında da kütləvi informasiya vasitələrində də bu çox geniş işıqlandırılıb, paylanılıb bu kitablar, oxunub bu kitablar, müzakirə olunub. Bu kitabın özəlliyi nə idi? Burada tək bizim xatirələrimiz deyil. Biz məqsəd qoyduq ki, Türkiyədə çox böyük xidməti olan ictimai-siyasi xadimlər, iş adamları, sənət adamları, bunlarla da mən görüşdük və onların da, o adamlarla ki, onlar vaxtı ilə Heydər Əliyevlə görüşüblər, şəxsən tanış olublar. Biz 100 illik ərəfəsində bunu elədik və bunların öz dilindən, öz səsi ilə, öz sözü ilə onların xatirələrini biz qələmə aldıq. Təsadüfi deyir ki, bu yeganə kitabdır ki, bunun həm də bir film versiyası var. Burada Süleyman Demirel kim olub? Türkiyənin Cumhurbaşqanı. Alparslan Türkeş, böyük bir siyasi xadimlərdən biri. Hikmət Çətin Azərbaycan müstəqilliyini tanınanda o Türkiyənin Xarici İşlər Naziri idi. Sonra Milli Məclisin sədri də olub. Namiq Kəmal Zeybək o dövrün çox qiymətli mədəniyyət naziri olub. İndi də sağdır. Hikmət Çətin də, Namiq Kəmal Zeybək də və çox insanlar. Bax, belə bu səbildə, yəni bu çox belə bu gündə yaşayan, sağ olan insanlarla görüşüb, bir də o illəri yada saldıq, Heydər Əliyevi yada saldılar. Hər kəsin gözü yaşarırdı danışanda. Cavit Çağlar da bu iş adamıdır. O da hər kəsin belə onun haqqında o qədər sevgi dolu və səmimi söhbətləri vardı ki, inanın ki, bizim özümüz belə bir də qürur duyurduq ki, nə xoşbaxtdır ki, bizim belə bir liderimiz olub, bizim belə bir ulu öndərimiz var
və biz onu şəxsən də tanımışıq və onun haqqında bu cür xoş sözləri həyatdan köçəndən sonra da qəlbində yaşadan Türk xalqının belə böyük ləyaqətli insanlar var. Bu filmi də televiziyada da dəfələrlə göstərildi. Türkiyədə də bu filmin bir neçə dəfə təqdimatı oldu və çox böyük maraqlılığına qarşılandı. Günün birində bu Arnavut dilinə də tərcümə olundu. Belə bir təklif gəldi bizə ki, etiraz eləməsəz, biz də razılıq verdik. Bu Albaniyanın paytaxtı Tirana şəhərində gözəl elə bu dizaynla necə ki var, heç üzü qabığı, heç nəyi dəyişilmədi. Yeni də ola bilərdi. Biz dedik, o belə qalsın. Tərcümə olundu və nəşr olundu. Onun təqdimat mərasimində biz iştirak edirdik. Mən də Seyfullah bəy də yüksək səviyyədə bizim Azərbaycanın o böyük elçiliyi də, Türkiyənin böyük elçiliyi də, bakanlar, Türk dillər demiş, millət vəkilləri, hamısının iştirakı ilə çox gözəl bir təqdimat mərasimi də olmuşdu. Və hətta bəzi adamlar bizim ortaq tanışlarımızdan Türkiyəyə gedəndə bu kitabla bilirdilər ki, amma birdən Albaniyaya gedənlər də olmuşdu, onu kitab mağazalarında da görmüşdülər, təcrübələnmişdilər ki, bu kiminki xəbəri yoxdur, onlar da bilirdi ki, belə bir hadisə baş verib və böyük maraqla da qarşılanıb. Albaniya mətbuatında da bu haqda, kütləvi informasiya vasitələrində də böyük bir xəbərlər gelirdi, məlumatlar gedib. Bizim hörmətli Leyla xanımın deməli, Albaniya səfəri zamanı bir rəsmi görüş vardı, harda ki, Albaniyanın prezidenti də onlarla deməli görüşdü. Bu görüşdə çox məqam bir var ki, unudulmayan bir məqam ki, cənab prezidentə özü Leyla xanıma, Alban prezidentin, deməli, həmən bu kitabı, Alban dilində çıxan kitabı hədiyyə etdi. Çox belə həm Leyla xanım üçün gözlənilməz idi, həm bizim üçün gözlənilməz idi. Və sonra Leyla xanım bu, təbii ki, o çəkilib, Türkiyədə, Albaniyada da, Azərbaycanda da bu televiziya kanallarda da göstərilib. Çünki Leyla xanım bunu öz səhifəsində də paylaşmışdı. Bu qürur verici bir haldır. İndi bu başqa dillərə də tərcümə olunur, bir neçə dilə. Və kitabın yəni özünün də bir coğrafiyası, dağıtım coğrafiyası da artıq Türk cümhuriyyətlərini keçir, Avropada da yayılır. Çox gözəl. Bugün Ulu Öndər Heydər Əliyev haqqında çox saylı filmlər çəkilir, kitablar yazılır, amma sizin hazırladığınız materiallar bir növ ilkin mənbə hesab olunur. Sizcə müasir texnologiyalarla hazırlanan yeni işlər, o vaxt lentə aldığınız o canlı ruhu əvəz edə bilirmi? Bilirsiniz, baxır ki, bu bədii film deyil axı. Məsələn, bizim indi danışdığımız məsələlər öz xronikal xarakteri daşıyır. O xronikanın da burada bərbəzəyə xüsusi ehtiyacı olmur. Burada əsas məsələ nədir? Olanı deyəsən, olduğu kimi deyəsən. Məsələn, mən Heydər Əliyevin barəsində ilk filmim çəkilib, elə onun rəhmətə getdiyi günün 40-ına qədər o bir film çəkilmişdi və o vaxt telekanalların birində yayınlandı. 20 dəqiqəlik film idi. O filmi üstündən görün neçə il keçib. Elə indi də yenə belə o tərabətini itirməyib. O texniki keyfiyyətindən danışmıram. Həm, indiki texnika başqadır, daha canlı rənglər ola bilərdi. Məndən olsa onu elə cansız elə siyah-bəyaz o variantını çevirib saxlayardım. Çünki orada rəngin söhbəti yoxdur. Çünki biz ona rəng vurmadan özümüz göstəririk. Orada bir yalan söz də yoxdur, bir yalan ifadə də yoxdur. Nəyisə artırmamışıq, nəyisə azaltmamışıq. Öz içimizdə yaşayan o sevgini, məhəbbəti olduğu kimi əks etdirməyə çalışmışıq. O şəxsiyyətin özünü göstərmişik. Özünün olmayanda da yerinin nə olduğunu, necə olduğunu, ondan vida mərasimini, hamısı orada var. İndi təzədən onu götürüb bugünkü texniki rənglər, boyalar vurmağa ona ehtiyacı yoxdur. Amma o demək deyil ki, bugün heç kəs heç nə eləməyəcək. Yox, bugün yenə də həmən o ilkin materiallardan bir fakt kimi istifadə eləməklə yeni fikirlər, yəni insan birisi çox qəribədir. Hər şey dəyişir, amma hər şey də formasını dəyişir. Amma bu formanı dəyişəndə bəzən bir şeylər var ki, eybəcərləşir, bəzi şeylər var ki, daha da müqəddəsləşir. Əgər söhbət bir geyimdən görün, nə qədər hər il bir dəb gəlir.
bir dəfə elə, bir dəfə belə, ətək qısa, ətək uzun, yaxud da ki, enli ya ensiz. Bu ola bilir, amma insandan gedəndə, şəxsiyyətdən söhbət gedəndə burada meyar bir olmalıdır. Tarixi həqiqəti göstərmək, tarixi həqiqətə zaman keçsə də, yəni ki, bu açıq, aydın fikirlə olduğu kimi qiymət vermək, doğru düzgünü heç bir bəlağətli sözlərlə yox, bu həqiqəti ifadə edən cümlələrlə çatdırmaq tarixçilərin də borcudur, ədəbi xadimlərin də, ictimai xadimlərin də. Çünki bu qalır. Nizami tutaq ki, nə vaxtsa şeirlər yazıb, Füzuli nə vaxtsa şeirlər yazıb, hansı əlifba ilə yazıb, hansı dildə yazıb. Bizə indi onun daha o tədqiqatçılar üçün lazımdır. Amma gənc nəslin tərbiyəsi üçün onun fikirləri lazımdır. Və biz onun o böyük o xəmsəsindən də, başqa əsərlərindən də o fikirlərin bugün aktuallığında nə varsa onu olduğu kimi çatdırmaqdır. Yəni ki, bizə indi rəng verək ki, o vaxtdan padşah deyiblər, indi kiməsə prezident demək lazım deyil. O vaxt kim elə padşah olub o qalsın, kim prezidentdir o da qalsın, kim nə bilim baş nazirdir o da qalsın. Biz onların vəzifələrinin ya mövqeyinin, yox, kimliyinin və fikirlərinin bizə örnək ola biləcək, gəncliyi sağlam ruhlu, vətəndaşlıq hissi ilə millətçilik aşağı o yaxşı, onu iki mənada işlədirlər. Bəzi o lazım deyil. Beynəlmiləl ruhda, amma millətin başını ucaldan bir vətəndaş kimi böyütmək, millətsevər kimi böyütmək üçün hansı fikirlər lazımsa, o bütün bu indiyə qədər olan sərvətimizdən, yəni mənəvi sərvətimizdən, oradakı ədəbiyyat da, siyasət də onun içində daxildir ki, o xadimlərin dediklərini, o göstərdikləri, bugün yolumuza işıq salan, bilən şeyləri elə o işığın özünün gücü ilə biz onu çatdırmalıyıq. Mən elə bilirəm. Etibar müəllim, Ulu Öndər haqqında film hazırlayarkən müəllif subyektivliyi ilə tarixi obyektivliyi necə tarazlamışsınız və ümumiyyətlə o dövrdə ümumilli lider Heydər Əliyev sizin bu materiallara hər hansı bir irad və yaxud da hər hansı bir fikir bildiribmi? Bilirsiniz, mənim bəzi məqalələrim olub ki, o özü də oxuyub, yəni ona da münasibət də bildirib. Bəzən elə şeylər olub ki, mən özüm ona təqdim eləmişəm, bir yerdə baxmışıq. Və mən onun belə iradı olmayıb. Çünki bilirsiniz, mən həmişə onun estetik zövqünü, onun tələblərini nəzərə alaraq bir öyrənmişəm bu işləri. O da nə deyirdik? Onun da yəni fikri o idi ki, həqiqət hər zaman hər şeydən üstündür. Biz ona nə demişdiksə, onun sağlığında da, o dünyasını dəyişəndən sonra da mənim bir misrama, yaxud bir cümləmə heç kəs deyə bilməz ki, mən onu inanmadan yazmışam. Mən inanmışam, yazmışam. Bu altında da imzam var. Yəni onu kimsə bəyənə bilər, kimsə bəyənməyə bilər, kimsə razılaşa bilər, kimsə razılaşmaya bilər. Biz bu oxucunun, dinləyicinin, tamaşaçının öz ixtiyarına buraxılıb. Amma hər müəllif gərək öz yaratdığı bir əsər varsa, onun məsuliyyətini dərk eləsin ki, o özü də olmayacaq, amma bunlar qalacaq. Və qalanda o mövzu ilə yanaşı, onun da orada artda öz məsuliyyəti var. O məsuliyyətin daşımağın da böyük bir məsuliyyəti var. Onu gərək itirməsin. Mən elə bilirəm ki, Ulu Öndər Heydər Əliyev haqqında mən dünən də, bugün də, sabah da nə yazsam, nə desəm, nə hər hansı bir vizual görüntü ilə olsun, yaxud bu kitab şəklində, məqalə şəklində, ya haradasa çıxışda mən hər zaman həqiqəti və tarixi həqiqəti çalışacağam ki, olduğu kimi çatdıram. Öz münasibətimi ilə bildirəndə ürəyimdə nə varsa, nəyə inanmışamsa, nəyi görmüşəmsə onu çatdıram. Etibar müəllim, bu yaxınlarda İstanbulda Türk dünyasının dəyərləri çərçivəsində 75 il onur ödülü ilə təltif olunmusunuz. Uzun illər Azərbaycan həqiqətlərini və Ulu Öndər Heydər Əliyev esini dünyada tanıdan bir şəxs kimi Türkiyə ilə Azərbaycan arasında mədəniyyət körpüsündə öz rolunuzu necə qiymətləndirirsiniz? Vallahi mən bu rolu özüm necə qiymətləndirirəm, o düz deyil. Çünki mən onu qiymətləndirmirəm, mən bu işi görürəm. Amma sağ olsun o insanlar ki, o cümlədən Türkiyədə bunu qiymətləndiriblər. Bəli.
deməli, bunu mən əməyimə qiymət qoyublar, ödül veriblər, ilin altın adamı ödül veriblər. 75 yaşım olanda da orada bunu qeyd ediblər, mətbuatda da, kütləvi informasiya vasitələrində də və o mükafat ki vardı, çox mənim üçün əhəmiyyətlidir ki, onu cənab Gülşad Zorlu o təqdim edib mənə və ürək sözlərini deyib, təbrikini bildirib. Bu mənim üçün böyük qiymətdir. Ona görə mən o sahədə gördüyüm işlər yəqin ki, bir əhəmiyyəti olub ki, belə yüksək qiymətləndirilib. O sizin peşəkarlığınıza verilən bir qiymətdir və sizin üçün ilin qızıl adamı olmağın meyarı nədir? İndi onun adıdır da mükafatın. Ondan mən qızıl olmamışam. Amma sizin üçün o meyar nədən ibarət? Mənim ümumiyyətlə mənim Türkiyə ilə bağlı verilişlərim, bunun özü bir tarixdir. Uzun illər bu olub. Türkiyənin ən görkəmli insanları, istər sənət aləmində, siyasətdə, sıradan insanlar, bunların haqqında mən uzun illərdir televiziya verilişləri də olub, radio verilişləri də olub, mətbuatda da olub. Barış Manço ilə bağlı bir kitabım da var, Barış Körpüsü adlı. Barış çünki çox mənim yaxın dostumudur. Bakıya onu ilk dəfə 1992-ci ildə biz dəvət elədik, gəldi. Ondan sonra dəfələrlə oldu və son gəlişi də onun o bir ay sonra, buradan Bakıdan dönüşündən sonra bir ay sonra dünyasını da dəyişdi. Çox böyük barışın sevgisi var mənim ürəyimdə və bu sevgini də çatdırmaq üçün çox filmlər də çəkmişəm, verilişlər də eləmişəm, o kitab da yazılıb. Amma iş orasındadır ki, bu illər ərzində ki, mən bunların hamısı yığılıb. Yəni o qiymət veriləndə məni orada akademiyanın həqiqi üzvü də seçiblər Türkiyədə. O da bir böyük qiymətdir, onun qızıl nişanı var, onu da mənə layiq görülmüşəm. Yəni bütün bunlar hamısı mənə, işimə qiymətdir, mən bunu yüksək qiymətləndirirəm. Amma mən bunların hamısını görəndə hansısa mükafat üçün, hansısa orden üçün, medal üçün yox, elə bu iki xalq arasında öz bildiyim sahədə bir körpü olmağa çalışmışamsa və bu da alınıbsa, elə bu mənim xoşbaxtlığımdır. Etibar müəllim, 75 illik yubiley və onur ödülü. Geriyə baxanda Etibar Babayev ən çox hansı anları yenidən yaşamaq istəyir? Bilirsiniz, mən adamlardanam ki, istəyir 15 olsun, istəyir 75 olsun, mən heç vaxt geriyə baxmağı üstün tutmuram. Mən bu hansı ki mərtəbəyə qalxmışıq, oradan gələcəyə baxmağa maraqlıyam və ona görə də bir də bəzən dilləri ki, o sualları da xoşlamıram ki, sən dünyaya bir də gəlsən, nə olardın, ya neynədir? Heç kəs dünyaya ikinci dəfə gəlmir və kimsə də gəlsə, nə olacağını da heç özü bilmir. Ona görə mən o ümidlə yaşamıram. Mən elə bilirəm ki, hər kəsin bir ömrü payı var, bir ömür kitabının da bir əvvəli var, bir sonu var. Bu son səhifə bağlananda mən də olmayacağım. Amma mənim atamın bir şeiri vardı. Belə bir misralar var orada. Ömrü maya günə sirdaş, çoxalır iş, dolanır yaş. Bircə kəlməm, bircə sözüm ürəklərdə qalaydı ki, yaş mən dünyada olmayandı. 30-dan çox kitabı çıxmışdı Adil Babayevin şeirlər kitabları. Onlarla pyesin müəllifi idi. Onlar səhnələrdə, müxtəlif teatrlarımızın səhnələrində tamaşaya qoyulmuşdu. 200-ə yaxın mahnısı var onun sözlərinə yazılan mahnıları. Onların içində çox məşhur mahnılar da var bizim görkəmli ifaçıların. Amma o da görün nə yazır deyib, bircə kəlməm qalaydı kaş ürəklərdə, özündən sonra deyib, bircə kəlməm. İndi o, yenə o boyda şairdir. Mən sıradan bir insanam, bacardığımı eləmişəm. İndi mən bircə kəlmə, bir sözlə öz oxucularımın, tamaşaçılarımın, dinləyicilərimin qəlbində qalacam, elə bu da mənim üçün bəsdir. İndi oturum fikirləşim ki, nə olacaq, necə olacaq? Yox, mən nə olub, necə olub? Yox, mən fikirləşirəm ki, qalan ömür payını necə yaşayayım, onu da necə yaşamışam, o cür yaşamaq istəyirəm. Çox sağ olun Etibar müəllim. Verilişimizə gəldiniz, dəyərli fikirlərinizi bizimlə bölüşdünüz. Sağ olun, minnətdaram sizə. Xatırladaq ki, studiyamızın bugünkü qonağı əməkdar jurnalist professor Etibar Babayev idi. Sağ olun, gələn görüşlərə dək.